şirkətinin bir nömrəli lideri, milli direktorumuz Səbuhə Qadaşovanı alqışlarınızla dəvət edirəm. Səbuhə, bu səhnə sənindir. Səndən də başlayaq. Bax, verirəm mikrofonu sənə. Hər vaxtınız xeyir olsun. Xoş gördüm sizi. Düzdür, burada bir neçə dəfə rütbə ilə təbrik olunmuşam. Mənim üçün bu səhər yeməyi çox özəldir, onu deyim sizə. Çünki ilk dəfə, ilk səhər yeməyində mən ilk direktor kimi təbrik olunmuşam. Amma rütbə ilə təbrik olunmaq ayrı, burada isə aparıcı missiyamı yerinə yetirmək ayrı. Onu deyim ki, çox gözəl görünürsünüz. Həqiqətən də maşallah olsun və bütün masalar dolu-doludur. Bugün bura toplaşan insanların hər birisi təsadüfən burada olan insanlar deyil məncə də. Müəyyən bir uğur yolu keçmiş, müəyyən bir əziyyətlər çəkmiş və bu günləri bu rütbələrə gəlib çıxmış və təsdiqlənmiş liderlərdir. Tata xanım dedi ki, bu liderlərin sayı artıq 100-ə yaxındır və mən düşünürəm ki, hər dəfə 100-ə yaxındır. Hətta dedi ki, digər şirkətlər falan biz bir il ərzində 400-dən çox təsdiqlənmiş rütbəni burada təqdim edirik. Məncə nəyə ki, 400-ə ki, digər şirkətlərdə 100 nəfər yoxdur. Bu isə Faberlik şirkətinin bundan daha gözəl necə ola bilər? Daha nə qədər rütbə ola bilər? Məncə ən pik bizdədir. Hər birinizi bir daha təbrik edirəm. Bu gözəl zirvədə, bu gözəl yerdə və sözü uzatmadan bilirəm ki, bu günləri xüsusi hazırlaşmışsınız, xüsusi hazırlaşıb bu tədbirə gəlmişsiniz və artıq indi səhnə sizin olacaq və bir-bir hər birinizin adlarını